birinci videomuz deyil bir yerdə. Hələ bilirdim vlogun yarısını eləyirsən. Yox, əsas səhifədir. Necəsiz? İyi misiniz? Yaxşısınız? Aşkım öyrəşə bilmirəm ama. Deməli, çoxdandır gözlənilən Rabişlə video Çox gəldi. yadlanmırdı. Dünən Rabiyə dərslərini çalışırdı. Ona görə Mərişlə Rabil leş olub. Mərişlə videonu çəkdik. Yeni aldıqlarımıza birlikdə baxdıq, açılımını elədik. O videoya baxmayanlar varsa, bundan əvvəlki videodur. Qaçın baxın bu videodan sonra. Rabişlə nə edirik? Rabişlə birlikdə bugün baxım edirik. Amma tamına 7 saatlıq bir baxım edirik. 7 saatlıq baxım görmüsən heç bugünə kimi? Aşkım mən zaten yatanda kameranı da özümüzlə yansıtacağız. Yox, hər anımızda kameranı özümüzdən eləməyəcək. Amma hara getdi o? Hə. 7 saatlıq bizi baxıma məcbur edən həmin o əsərin qəhrəmanı. TikTokda o gördüyümüz məşhur 7 saatlıq maskalar var idi ha. Nə qədər ki bu sifətə qoydu. Həmin o maska. Aşkım sən maska sən fırlanacaqsın, sifət və yer sürəcəksən, sifətində qalacaq. Hə, düz deyirik. O bloger, influencer qızlar vurdular sifətlərini, yatdılar. 7 saatdan sonra durdular. Hamısının üzündə qalmışdı maska, rəngində dəyişmişdi. Tamam, mən də youtuberəm, amma mən o blogerlərdən deyiləm, mən hozuyam. Bu maska mənim üzümdə necə qalacaq, mənim özümə də çox maraqlıdır. Səhər duranda bir dəfələ bu şeyə bir üzülməyib. Tamam, deməli bu maskanı yatanda vururlarmış. Yatanda maska ağ yatırlar, oyananda maska şəffaflaşırmış. Mənə də çox maraqlı gəlir ki, bu niyə belə olur, nəyə görə? Dediyinə görə işte təmizləyir, nə bilim, üzü nəmləndirir, parıldadır, görək. Baxın, üzümün indiki halı belədir. Aşkım bəlkə də maska şəffaf. Üzümü toniklə silmişəm, yumuşam, yəni təmizləyib gəlmişəm. Yəqin südsüz, o yatıb duranda onlar getdikcə indi şəffaflaşır. Hazırsızsa açırıq. Ay dədə. Ürəyim gedəcək. Ay dədə. Açdım. Ya Allah, açdım. Bir sənə təsəvvür. Təşəkkür edirəm, təşəkkür edirəm. Bildiyim qədərilə 2 parçadan ibarət olmalıdır bu maska. Nə? Çıxardırıq böyle. Ax, dişim. Dişin ağrıyır? Ay dədə. Aha, necə maraqlı. Kronka ilə qoysa sifəti var. Yox, dəlisən sən. Nə bilim, krem kimi deyə sürüb dursun. Bu birinci zibilimiz. Aşkım kronka ilə qoyucu düşməsin bir yerə. Dəlisən, klonka nədir? Aşkım sarı durub görürsən ki, hamısı yiyibsən. Çənə ətrafına. Bunu tut belə. Yox, dayan, sən də əlindən salassan yerə, mən tanıyıram da uşağımı. Aşkım gözün içində də var axı. Açıqdır. Evet. Şimdi. Lan gecədə 24 saat maskası çıxırdı. Qoyuram. Ya Allah, bismillah. Aa, qəşəng yapışdı ya. Lups diye yapışdı. Evet, indi çənə hissəsini qoyuram. Bu görürsən gözün altınadır. Aşkım gözün altı olsun baxdı. Ben de qoyuram da mən. Garantiya alalım işimizi. Bunu əminəm ki, gözünün altına məndən başqa akıl edib qoyan yoxdur. Aa, kedicik. Pişik maskasına oxşadı. Can qulağına eşitiydi. Ay, dur. Ay, qulaq qoydun da indi sən gör mənə. Mən də gör bunu gözümün altına gir. Ay dədə, o biri yana qoymuşdum. Buna niyə olmur, hə? Açıram, arkadaşlar. Görək bunu mən səhərə qədər saxlamaq. Aşkım onu ağzını içəri qoyacaqsan. Ortasında. Dodağının üstünə. Ay dədə, sürüşür əlimdən. Aşkım gecələr bəs sən yemək yesin, axı necə yeyəcəksən? Yox, kim dedi sənə? Hərdən bizdən acıqırsan deyə bir. Hərdən bir. Necə yumuşaqdır, güzel. Evet. Şu. Maskamızı evet, maskamı üzümə yerləşdirdim. Qalanını da həmişə kimi sürtdüm əlimə.
7 saat sonra görüşərik. Görək maska üzümdə şəffaflaşacaq, yoxsa yox. Ümid edirəm maskanı yuyub yutmaram yatdığım yerdə. Bağlayıram. Səhər görüşürüz. Evet uşaqlar, gecə saat 03:07-dir. 4-də işləyib 7 dəqiqə. Maskam ücə qurumağa başlayıb. Baxın. Burada 2 dənə xət. Burnumun ucu. Baxın, buradan başlayır əslində maska, amma bura qədər quruyub ücə. Dodağımın üstü quruyub. Çənəmdə bəzi quruyan yerlər var. Amma Şəhriyar, Rabiənin dediyinin haqlı çıxdığına inana bilmirəm. Şəhriyar gecə ilə mənə başım boyda dönər hazırlayıb. Və mən bu dönəri yemək üçün ya dönərdən keçməliyəm, ya maskadan keçməliyəm. Maska da quruyub ha bəzi yerlərdə. Necə eləyək? Hə? Haydi. Oh. Evet arkadaşlar, maskadaki renk eşitsizliğine bakın. Qurumağa başlamıştı. Tam o sırada çıxartdım. Allah benim cezamı vermesin. Üzümə baxaq. Tərpəndikcə üzümdəki parlaqlığı görürsünüz. Xüsusilə baxın quruyan yerlərdə. Yuxarıdakini saxlayıram, amma dönər yemək üçün bu bölgeden vazgeçtim. Evet arkadaşlar, dünən maska konsertindən sonra təbii ki üstdəki maskanı da üzümdə saxlaya bilmədiyim üçün yoxumun yarısında durdum, onu belə çıxartdım, şap deyə, belə lüps deyə attım qırağa. Necə? Rabia gecə yuxumda gecə dedi ya maskanı qoyanda ki, aşkım sən gecə yemək yeyirsən axı, sən o maskanı necə saxlayırsan? Mən də qalxdım ki, gecə yenə fırlandım, dolandım, gəldim Rabia'nın sözünə. Nəysə, üzünə demək kimi olmasın, haqlı çıxdı. Təbii ki. İndi bakımımızın... Qapqara ye, bu nədir? Yox, mən ağıb baxım. Oyda, Məryəmlə video çəkəndə, Məryəmlə uşaqlar kombinlərimizi göstərəndə, bizim otağımızın işığı yoxdur, yaxı işıqdan istifadə edirik, əl işığından. Olmadığım dərəcədə gözlərimin altı qapqara düşüb. Hamı şokdaydı ki, baxırdılar televizora ki, bu deyil axı, bu niyə bu gündə düşüb videoda? Biabırçılıq. Mən də elə şoku düşürdüm də aşkım sən çəkdiyin videolar. Yox, orada sən heç kəs demirdi, Rabia necə dəyişmisən. Amma mənə dedilər ki, gör nə dərəcədə görünürsən. Nəysə. Orada da görünür. Makyaj əşyalarımı toplamışam, gəldim, bakım əşyalarımı. Maska dünən üzümüzə uygulamışıq. Üz maskası hər gün vurulmur. Aşkım, eşidilmiyorum amma. Üz maskası hər gün vurulan bir şey deyil. Səncə neçə müddətdən bir vurulmalıdır üz maskası üzə? Bir müddətdən. Bir müddətdən bir? Gün olaraq deyək, neçə gündən bir səncə? 2 gündən. Yox, yanlış. Həftədə bir dəfədən çox üz maskası tətbiq eləməyi məsləhət görmürəm üzə. Yəni, mənə görə üzdəki kapilyarları bilirsiniz, mənim onun dermatoloqda həm də bir çox məlumatı ondan oğurlayıram bir şey eləyəndə. Üz maskaları nə qədər üzümüzə xeyir olsa da, bir o qədər də üzümüzdəki damarları daha da üzə çıxardır və üz maskasını xeyirli də olsa, bir müddət çox istifadə elədikdə üzümüz başlayır tez-tez olmadıq yerlərdə, türkçə demiş, qızarmağa, pörtməyə. Ona görə üz maskalarını istifadə eləyin, amma hər gün olmaz. Yanımda bir dənə bədən spreyi gətirmişəm. Bir dənə üz toniki gətirmişəm. Bir dənə gözaltı krem. Bir dənə üz kremi. Bir də bu kadar lip balım gətirmişəm. Hansını birdən sürəcəyim? Yox, hansını sürəcəyimə qərar verə bilmədiyim üçün... Rəngli deyil. Yox, 4 dənə seçdim, gətirdim. İlk öncə başlayıram üz tonikimdən. Pambığım yoxdur. Salfetka gətir də mənə. Başqa çarəmiz yox, arkadaşlar. Bir dənə belə lip balmım var. Dior'un lip oilu, dodaq bəsləyicisi.
Bir dənə Kiko'nun belə bir lip balmı var. Bunu göstərmişdim də sizə. Əsnad qoymamışdı sürtməyə. Həmin o lip balımdır. Bir ədəd Kiko'nun belə içində minik zər parçacıqları olan lip glossu var. Dünən maskanı üzümə qoyanda bundan vurmuşdum. Rabiş gedəndən sonra. Bunun içindəki bu simlər bu arada dodağın üstünə gəlir çıxır buranda. Bir ədəd də MAC-ın görün necə qəşəngdir. Belə bir lip balmı var. Özdə rənginə baxın şeydir. Buna nə deyirlər bu rəngə? Gümüş. Yox, belə rəng yansın. Hə, xamilyon rəngi var. Nəysə, başlayırıq. Arkadaşlar, məni affetin. Üz pambığım olmadığı üçün üzümü toniklə siləcəm. Sabah söz verəm, pambıq alacağım. Yəni, bu yaxşı bir şey, düzgün bir şey deyil, amma yapacaq bir şey yox. Üzümü yuyub gəlmişəm bu arada, həmişə olduğu kimi. Başı niyə düzgün bir şey deyil, saf yenisini? Çünki bu üz üçün deyil. Salfetkadır, yəni o effekti vermir tam olaraq, amma yapacaq bir şey yox. Cosrx'dən belə bir gözaltı kremim var. Görək. Buna neçə müddətdir istifadə. Mənim ağzım əyri, çox bilmişə bax. Mənim ağzımı nə şeysən? Baxaq, görək. Benimle dalga mı geçiyorsun kızım? Gözaltı kremimizi üzümüze kattık. Belə sıxmayın. Belə izləyicilərə göstərirəm də aşkım. Evet, gözaltı kremimizi uyguladık. Niyəsə üz kremini, güneş kremini üzümə vuranda okey, amma gözlərimin altına sürtəndə qəribə bir vicdan əzabı çəkirəm. Bilmirəm niyə. Gözaltı krem ayrı, üz kremi ayrı satıldığı üçün üz kremini gözümün altına vuranda qəribə bir vicdan əzabı yüklənir mənə. Bilmirəm niyə elə olur. Aramızda bu hadisəni yaşayanlar var. Qarayım özümdən zəhləm gedir. Ax, belə deyiləm. İşıq problemimiz var. Qarasın ağam. Bilməm axı. Ant içmə, qarasın. Ay, yalansın. Deməli, Vichy'nin belə bir üz kremi var. Mineral 89 seriyasından. Arkadaşlar, bunu alanda aldığım yerə şikayət eləmişdim ki, üzümdə pütür durur. Bəyənməmişdim, yəni qısacası. Qız da demişdi ki, nəyisə üzvə vurub, sonra yumamış üz kremini vurmamısan. Demişdim, yox. Sonra yadıma düşdü ki, maska vurub, üzümü yumağı unudub, bunu da üstünə sürtdüyüm üçün üzümdə böyle qabıq olmuşdu. İkinci dəfə təmiz üzə vurdum, gördüm elə bir problem yoxdur. Cəmaatı şəlliyirdim az qalsın. Parmaqlı üstündədir. Evet. Bunun çox qəşəng qoxusu var və üzü qəşəng nəmləndirir. Baxın, parıldatdı üzümü. Qəşəng də, hə? İyi. Mən gəlib elə iynədə elə bildim neçə ildir bir-birimizi görmürük, qoxum üçün darıxmısan. O necə iynəmək idi məni. Evet, sürtməyə davam edirəm. Mənim üzlərim dəhşət qurudu. Yəni, dəhşət də, yəni, dəqiqə başı cildim quruyur. İndi krem vurdum, hə? Səhər durub görəcəm, yenə qupquruyam. Yəni, bu məni bir neçə saatlığına idarə eləyəcək. Evet. Üstü. Eləmişəm. Qalıb krem. Üstü. Harada qalıb? Parmağımın üstü. Hə. Burnuvun üstü deyirsən. Burnumun üstündən belə. Şu. Üst kremimizi də vurduq. Bunun bu arada bir dənə serumu var. Onu dəhşət çox tərifləyirlər. Almışam. Amma istifadə eləməyə vaxt tapa bilmirəm. Evet, Məryəm, səncə hansını vurım? Məryəmlə niyə soruşdun? Mən varam burada. Səncə hansını vurum? Bunu, səncə? Bunu, səncə? Ən axırıncı mən. Hə, səncə? Tamam. Nə sandınız? Videoda iştirak edən Rabiədir. Nəhayət ki, bunu vururuq. Uşaqlar, bu arada bunun içindəki özü belədir. Yəni, qara pəmbə. Yəni, Mənə bilirəm qara olacaq. şəkil deyil. Yəni, o bəzi pamadalar var.
üstdən belə damı içi şəffafdır. Baxın. Gördünüz qara. Qara oldu. Yax. İtlər dabi eləyir içəndə. İyinə baxın. Şişes mesajı tutuk. İyine bak. Evet. Bir daha ver iğne baxın. Gəvurum səndə. Bəs sən Məryəmin əslində vurursan. Məryəmə işinə vurmamışam. Qalsan vurayım. Aşkım. Tutması tutdu yenə bunu. Onlara vuraram ha. Gəl Məryəm. Bilə-bilə güldürməyin uşağı. Şu. İndi mama ilə mama. O için Meryem'i sürtmemiştim. Meryem'e de Ayda özümü Məryəmə növbəti qorxuyorum. videoda. Gəl. sabun ben de teleceğim. Evet, yerimə girəndə O sabun ben de teleceğim. ən çox Mən yerimə girəndə bütün parfümlərimlə bir-bir vurmalıyım, hamısı qarışıb yoxlayıram. Burun bugün mənim parfümümlə yat. Ya aşkım sən bunu vursan durdu, mən təzədən yenə vuracağam. Bunda çox da Bütün şeylər. parfümləri. Evet. qarışdırdı. O konsertli maskadan sonra normal bir üz baxımı çəkdik. Üzümü Biodermanın toniki ilə Üzüm lap da ağardı. üzümü Biodermanın toniki ilə sildim. Əvvəlcədən amma əvvəlcədən yumuşdum. Gözaltı kremimlə Cosrx'in gözaltı kremi ilə nəmləndirdim. Vichy'nin mineral 89 kremi ilə üzümü nəmləndirdim. Dodağıma Kiko'nun lip balmını vurdum. Və son olaraq da Revueli, bilmirəm, birinci dəfədir bunu eşidirəm, amma qoxusu çox qəşəng olduğu üçün almışam. Bu Body Mist'i vurdum və baxımım bitdi. Maskanı vaxtında qoysaydım, bunların hamısını maskadan direkt sonra edəcəkdim, amma qismət olmadı. Konsert verdik o maskayla. Bakımınızı bəyəndinmi? Kimə? Evet. Evet. Çak o zaman. Evet, Rabişlə sabah Əsnaddan, növbəti gün Məryəmlə və 3-cü gün Rabişlə Ən videomuz axırıncı gələcək. Rabişlə növbəti video ideyamız nə olsun? Sabah onu deyə bilərəm ki, çox maraqlı bir video gələcək. İzləmədə qalın. Həqiqətən mənim özümə də maraqlıdır çəkəcəyim videonun nəticəsi. Görək necə olacaq. Baxımımızsa bu qədər. Əgər baxımı və videonu bəyəndiksə, bir də bizi bəyəndiksə, kanala abunə olub, like atıb, yorum yazmayı unutmayın. Maçı Gucci. Oha, hər şey eyni oldu.